Hər kəsə salam, yeni YouTube videoma xoş gəlmisiniz qızlar. Qızlar, bu videoda mamamla bir yerdə alış-verişə çıxacağıq. Burada gedirik Əhmədliyə. İlk növbədə Əhmədli New York'a girdik. Çox qəşəng belə dəstlər var idi. Daha yaxından belə baxmaq istədim. Sizin üçün də çəkdim ki, sizə də bir fikir olsun. Gəlib almaq istəsəniz bura baxa bilərsiniz. Mamam əməliyyata girəcəyi üçün ona rahat dəst ya pijama almaq istəyirik ki, xəstəxanada onları rahat formada geyinsin. Bir də qızlar, New York'da bu abadoqları gördüm. Çox baha qiymətədir. 9 manat nə deməkdir? Hələ bu makyaj çantaları Temuda var. Yəni bir çoxunuz görmüsünüz. 12 manat çox bahadır. Əhmədlidə sonra başqa bir mağazaya girdik. Qızlar, bu ayaqqabıların şirinliyinə baxın. Qışda evdə geyinmək üçün çox qəşəng belə tərliklərdir. Allah, hələ pingivinisi də var. Ay Allah, yeyəcəm mən bunu. Çox şəkərdir. Bu pijamaları çox bəyəndim. Materialları qəşəng idi. Ağ rəngi də var idi. Amma bu mağazada belə bir qayda var idi ki, pijamanın altını, yəni şalvarını geyinməyə qoymurdular. Biz də geyinmədən baxıb qərar verə bilməyəcəyimiz üçün buradan heç bir şey almadıq. Daha sonra buradan çıxdıq. Bu boz rəngdə olan Victoria's Secret'in dəstini aldıq. Qızlar, çox qəşəngdir bu. Harry Potter. Nefslərdəki dekalivə gəldik. Bir-iki orqanəzer almaq istəyirik. Ailədə qəşəng termoslar var. Bir də bu çeyləkli dəstə çox bəyəndim. Belə bir dənə saxlama qabları almaq istəyirik. Çox qəşəng qablar var da. Məsələn, bunlar çox qəşəngdir. Amma kaprondur bu. Deyəsən kapron, bu kapron olmalıdır. Amma qıraqdan kapron kimi görsənmir. Bax, belə hörmə, zəmbillər də var. Həm içinə dipçək qoymaq üçün, həm ya da içinə fərqli şeylər də yığmaq olar. Qiymətlər də çox uyğundur bu arada. Çox sevirəm də bu çörək qablarını. O qədər qəşəngdirlər. Hələ bu çox kalitəyə görsənir. Çörək, kofe, peso, bir də çay. Qızlar, bir dənə bunu götürürəm. Bunu indi gəldim, uzaqdan gördüm. Elə bildim doğrucu pişikdir. Çox qəşəngdir. Cürdanlıqlar da var. Çəhrayı bantiklər zaten favoridir. Baxın, cehizlik üçün belə də ala bilərsiniz. Hamam üçün, zibil qabısı, şampun qabları, bir də belə qablar da var, setdir. Kaliteli sabun qabları var. İndi yox, amma gələn səfər bura belə ıvır-zıvır almağa gələcəyik. İndi hal-hazırda varımdır, amma bir dəfə də almaq istəyirəm. Sonra burada belə ucuz 2 manat 50 qəpik, 2 manat 90 qəpik belə orqanizərlər də var. Bir də belə pambıq qoymağa qablar. Qiymətləri çox münasibdir. Biraz baxırıq bura. Çox qəşəng şeylər var da. İlk dəfədə mən bu arada dekalivə girəm. Hər dəfə deyirəm girəcəm. Amma heç vaxt fürsət tapıb girə bilməmişəm. İndi girdim. Hər şey o qədər bəyəndim. Qiymətləri çox ucuzdur. Amma həqiqətən cehiz almaq istəyirsinizsə, uyğun qiymətli, amma kaliteli, Pinterest tərzi bir ev dizayn etmək istəyirsinizsə, bura baxa bilərsiniz. Möhtəşəmdir. Bilmem bunu görmüşsünüz yoxsa yox. Bir ara bu viral olmuşdu. Qızlar belə qoluna taxırdı. İçərisində də buzlu kofe doldururdular. Bax, tam onlardan da. Amma əslində bu neymiş? Güldan. Güldanmış. Baxın qızlar, məndə bundan var. Düzü mən Temudan alıram, amma buradan da elə eyni qiymətdə Temu ilə almaq olar. Mamam əməliyyat olacağı üçün xəstəxanaya gedəndə boşqab, stəkan belə şeylər aparmalıdır. Ona görə bir dənə bunlardan aldıq. Dəst formasında çaşqa, bir də boşqab, şirniyyat, qənd, konfet qoymaq üçün, bir də belə dəst formasında həm sup üçün, həm də quru yeməklər üçün dəst boşqab aldıq. Bir də saxlama qabları aldıq, belə içərisinə meyvə, yemək belə şeylər qoymaq üçün. Hamısı bir yerdə 37 manat 50 qəpik elədim. Dekalivdən çıxdıq, gəldik Boraniyə günorta yeməyi yeməyə. Mamam bir dənə lahmacun sadə dedi, bir də pendirli lahmacun dedi. Mən də elə çox ac olmadığım üçün nugget seti dedim, kartoşka ilə bərabər. Burada da yeməyimiz gəldi, yeyirik. Qızlar, evə gəldim indi. Meyvə olaraq alça aldıq. Bunun adı nədir bilmirəm. Yuyum indi, dadlarına baxım, görüm necədir. Qızlar, yudum, indi dadlarına baxaq, görəyim necədir. Bunu baxdım, araşdırdım. Şefim deyir ki, bu Asya limonu ki, cır limon. Tadına baxaq görək. Bu yazmadakı qabığına yeyilmir. King Kong. Adı King Kong'muş. Mandarin kimi qabığı soyulur. Turşudur, bildiğin limon kimidir. Amma dadı qəşəngdir belə. Nə limon kimi çox turşudur, nə də portağal kimi şirindir. Tam ortasıdır. Ən sevdiyim alsam.
meyvəm burada alçadı. Kızlar, burada da səhər yeməyini gedirəm. 2-3 gün sonrasıdır. Burada videonun üzərində danışmışam, amma hava küləkli olduğuna görə səsim çox gəlmirdi. Ona görə dedim ki, qoy üstünə danışım. Burada səhər yeməyinə Boranlıya gedirik. Kızlar, gəldim indi Əhmədliyə, Boranlıya. Xədicə də yanımdadır. Səhər yeməyinə gedirik. Kızlar, gəldik, çatdıq Boranlıya. Bu dəfə Əhməddəki Boranlıya gəldik səhər yeməyi üçün. Normalda biz səhər yeməyini daha çox Neftçilərdəki Boranını daha çox tərcih edirik. Amma bu dəfə Əhmədlidə də işimiz olacağı üçün dedik elə Əhməddəki filialına gələk. Bu arada kızlar, biz 4 nəfərlik set sifariş verdik. Normalda əvvəllər biz Boranda səhər yeməyi yeyəndə məsələn bizə seçim verirdilər ki, pomidor yumurta, kükü, qlazok belə seçimlər verirdilər. İndi amma bu seçimləri ləğv ediblər. Sadəcə 2 dənə pomidor yumurta, 2 dənə də qlazok verirlər isti yemək olaraq. Qızlar, mamam əməliyyat olmuşdu zobundan. İndi onun yanına ziyarətə gəlirik. Milli Onkologiya xəstəxanasına gəlmişik. İndi bir də mamam çeyrək istədi. Ona görə bir dənə çeyrək aldıq. İnşallah ki, onu buraxarlar yuxarı. Kızlar, bir dənə buranın həyətinə baxın. O qədər qəşəng, təmiz havası, belə qəşəng şəraitli həyəti var. Burada bisetikalar da var yekə, oturub gözləmək üçün. Kızlar, gəldi indi mamanın yanındayıq. Biraz oturaq söhbət eləyək. Çay kolik olduğunu demədən göstər. Burada da çay içirik, söhbət eləyirik. Kızlar, biz indi xəstəxanadan çıxdıq. Bu arada bütün xəstə olan insanlara Allah şəfa versin. İndi də evə gedirik. Bu arada çiyələkləri qoymadılar. Gül və çiyələyi qoymurlar xəstə yanına ki, əməliyyatdan çıxanlara birdən allergiya ola bilər. Ona görə çiyələyi apara bilmədik. Kızlar, indi də gəldim evə. Səhərsi gündən salamlar. Bugün bizə ən yaxın dostum Xədicə gələcək. Getdim evə bəzi çatışmayan şeylər aldım. Bugün qıymalı makaron eləyəcəm. Bir də doğrama eləmək istəyirəm. Evdə xiyar var idi, göyərti yox idi. Göyərti qatıq aldım. Bir də çayla içməyə belə şeylər. Bu da ki bizim ən favori şirniyyatımızdır. Südlü paxlava. Kızlar, qıyma ilə makaronu da həll elədim. Doğramanı da elədim. Bilmirəm siz buna nə deyirsiniz? Atlama deyən var, doğrama deyən var. Biz doğrama deyirik. Yay gələn kimi ən sevdiyim şeylərdən biridir. Kızlar, Xədicə gəldi. İndi südlü paxlava ilə çay içəcəyik. İndi də Saxlanbaz kinosuna baxırıq. Qəşəng kinodur. Maraqlıdır, baxa bilərsiniz. Kızlar, gəldik King Smart'a bir şey almağa. Yanınızda da keçən dəfə San Sebastian videosunda demişdim ki, vençikimiz xarab olub. Bir dənə belə kapron formasında aldıq ki, qabları cızmasın. Bir də belə dəmirlisini aldıq. Evdə kokteyl eləmək istəyirəm. Laktozasız süd götürəcəm bir dənə. Bu südlər çox yaxşı olur, laktozasız. Evdə cici bəbə var. Dedim bir dənə düşüm süd alım. Bir dənə də marojna alım. Kokteyl eləyim evdə. Millanın marojnaları çox xoşum gəlir, amma sadəsi yoxdur. Mənə də sadə marojna lazımdır ki, çünki evdə kofe də var, ona kofe də qatacağam. Bir dənə də sadə plan bir götürdüm. Gedək evə qəşəng kokteyl eləyək. Qızlar, bizdə bir dənə belə mikser var. Kokteyl düzəltmək üçündür. Birinci başlayaq süd tökək. Mən qramlarını bilmirəm. Gözə yarı eləyəcəm hamısını. Bir stəkan süd olsun. Cici bəbə tökək indi. 4-5 dənə də bundan tökək. Bir dənə kofe tökməliyəm. Amma bu kofelər soyuq suda, süddə həll olunmur. Bununla görə qıraqda balaca buradan qaynar su töküb həll eləyib belə tökəcəm. Aranızda kökəlmə istəyənlər varsa, bunun bananlı variantını da eləyə bilər. Əlavə banan da tökə bilər. Amma indi sadə kokteyl eləyəcəm. Bu biraz qaynardı, qıraqda soysun. O vaxta kimi plan bir tökək. Mən 2 nəfərlik eləyəcəm. Daha doğrusu bunu dolduracağım. Bir dənə bütöv. Bir də bunu yarısından eləyəcəm. 2-3 nəfərlik eləyəcəm. Löp diye düştü. Bunu da tökək belə. İndi bu kofenin də yarısını tökürəm. Mən 2 dənə eləyəcəm. Gəlin də ağzını bağlayıb qarışdıraq. Çox qəşəng gəlir. Bu arada bir stəkandan çox çıxdı. Bunun yarısını doldurdu. Elə 2 nəfərlik üçün bu ağzına kimi də olsa məncə yetərlidir. Bunu yandırırıq. Baxın, burada blend var, smoothie var, crush var. Mən bayaq smoothie'yə bastım, indi blend'ə basaq görək nə olur. Bu da bitdi.
Üstü də belə qəşəng köpüklü oldu. Bunu indi qoyaq soyuducuya, biraz sərinləşsin. İçəndə sizə dadını deyəcəm. Hə qızlar, indi çıxartdım xaladenkdən, dadına baxaq. Üstü belə qəşəng köpürüb. Tökək indi stəkana. Bunu bacıma verəcəm içsin. Burada da mən içəcəm. Qızlar, içdim. O qədər dadlıdır, çox qəşəngdir. Bunu siz də evdə yoxlayın mütləq. Çox qəşəng olub. Səhərsi gündən salamlar. Hazırlaşdım, makyajımı elədim, geyindim. Birazdan evdən çıxacağım. Evdən çıxmadan öncə sizə yeni aldığım yeni məhsulu göstərmək istəyirəm. 28 Mall'dan Kiko'nun 03 nömrəli allığını almışam. Aldığım andakı görüntülər gəlsin. Bunu istəyirəm. Qızlar 03 nömrəsini götürdüm. Hə qızlar, bu allığı çoxdan da istəyirdim. Hələ alandan yoxlamamışam. Dedim bugün sizlərlə bərabər yoxluyum. Makyajımı eləmişəm, allığım qalıb bir dənə. Onu da dedim sizlərlə vurum. Rəngimin qəşəngliyinə baxın. Belə səhrai ilə şaftalı rənginin tam ortasıdır və içərisində qızılı belə yansımaları var. Mənim dayım qızımla olan makyaj videomu əgər baxmısınızsa, biləcəksiniz ki, oradakı məhsuldur. Dayım qızını da görmüşdüm, çox bəyəndim. Ondan sonra getdim, mən də aldım. Çox qəşəng məhsuldur. Təmiz allıq fırçası götürürəm. Götürdük. İstifadə edək. Vurdum. İndi biraz qaranlıqda, birazdan evdən çıxanda sizə gün işığında qəşəng göstərəcəm. Mən çox sevirəm ümumiyyətlə səhrai rəngdə allıqları. Bu da səhrai ilə şaftalı rəngin qarışığı olduğu üçün ekstra sevdim və içərisində də yansımalar var. Yəni highlighter vurmağa ehtiyac yoxdur. Qızlar, çıxdım evdən. Bacıma Temudan ayaqqabı sifariş vermişdim. Biraz böyük oldu ayaqqabı, çoxlu da ayaqqabı da həmçinin. İndi onu geyib qaytaracağam. Sonra gedəcəm Nərmanova. Yolda sizə danışacağım nəyə görə Nərmanova getdiyimi. Bu arada qızlar, kargo videosu da gəlir. Mənə hər kargo gəldikcə sizin üçün ayrı kargo videosu da çəkirəm. Kargonu iade elədim qızlar. Hava yenə küləkli olduğuna görə videonun üzərindən danışacağım. Səsi bağladım. Qızlar, Nərmanova getmək səbəbim budur ki, həkim mamama tapşırıb ki, gecələr daha rahat yata bilsin deyə boyun üçün yastıq istifadə etməlidir. Mən də yastığı almaq üçün gedirəm. Qızlar, gəldim Live Centrə. Mamanın istədiyi bu yastıq boyunluğu. Burada bir dənə oyuncaq mağazası var. Oradadır. İndi orada baxaq. Xoşuma gəlməsə Metro Parka gedəcəyik. Hə qızlar, de bura gedəcəyik. Surprise Toys-a. Gəldim, indi bunlar qalıb. Burada 18 manatdır. Birini götürəcəm indi mama üçün. Əgər bəyənsə. Qızlar, Metro Parka girmədən öncə mən bu arada gələn həftə telefon alacağam. Və nə telefon alacağımı hələ tam bilmirəm. Ona görə deyirəm, gəlmişkən elə burada Kanta.com-a da girim. Ağımda bir iki model var. İndi onları da sizə göstərim. Həm də əlimdə də tutmuş olum, görmüş olum ki, necədir. Hə, gəldik. Burada da Olivia varmış. Hara gedirəm, Olivia məni tapır. Bu Google Pixel'dir. Çox qəşəng çəkir bu. Təmiz çəkir. Bunun qiyməti 2000-dir. Bu rəngi də qəşəngdir. Bu da yenə 12.512. Prosta bunlar da yenə stokda qaldı bir dənə. 1580. Çox qəşəngdir. Amma yenə kamera çəkiliş bu quluncu daha yaxşıdır. Məncə də. Bu tam Androiddir də elə bil. Onlar saf Android. Ya, bu solğun çəkir. Abisi daha canlı çəkirdi. Google deyirsən? Hə. Qızlar, mən 2 dənə istədiyim telefonu göstərdim. Bir Honor 600 Pro-nu istəyirəm. O hal-hazırda əllərində yox idi. Bir də Redmi 15T Pro. Bir də Google Pixel. Google Pixel çox sevirəm. Çünki onun özəllikləri əsasən video və kamera üçün daha gözəldir, daha yaxşıdır. Mən də daha qəşəng videolar çəkmək üçün Google Pixel istəyirəm ona görə də, ya da Honor 600 Pro. Gəldim Arzuma. Arzumda qəşəng indirimlər var. Baxın, Zephyrist markasının günəş kremləri 33-dən düşüb 24 manata 25% indirim var. Həmçinin Komplimentin bu hidrafil yağları da indirimdədir. Baxın qızlar, məndə də var, Sənibərdə də var. 7 vegan peptid. 44 manata düşüb indirimdə də hal-hazırda. Çox gözəl məhsuldur. Qızlar, hansı mağazaya gedirəm, hamısı məni Miniso'ya yönləndirir. Miniso'da olduğunu bilirəm əslində o yastıqların. Gəldik Miniso'ya. Görək burada biz istəyən ortopedik boyun üçün yastıqdan varmı? Tapdım, Miniso'da ortopedik olan varmış. Baxın, hər rəngi var. Səhrayısı, bozu. Bu tərəfdə də var. İndi ya bu bozu götürəcəm, ya da bu bozu. Bilmirəm indi hansını götürüm. Sizdə hansı qəşəng görsənir? Çaş indi mənə cavab verə bilərdiniz.
Taxmışam ki, görüm hansı rahatdır. Onu götürüm. Biri sərtdə dalıb, biri yumuşaqdır. Bilə bilmədiyində hansını götürək ki, rahat olsun. Mama ilə məsləhətləşdim. Daha sərt olanı götürürəm. Çünki bu birisi çox yumuşaqdır. Sanki hər an əyiləcək kimidir. Amma bu daha belə moşnu, bərk gəldi mənə. Bunu götürürəm. Qiyməti də ki 20 manat. Bir də bilirsiniz nə istəyirəm? Mozaika var, dəndən qaş yapışdırırsan. Əslində məndə ondan var. Yəni bitirmişəm. 3-4 dənə tablo var. Yenə istəyirəm. Prosta tapa bilmirəm. Sevgili qızlar, aldım da McDonald's-a gəldim. Bir dənə buradan Big Mac menüsü var. Onu istəyirəm. İndi onu alacağam bir dənə. Gəldi sifarişim qızlar. Bir dənə Big Mac menü dedim. Qızlar, artıq evə gedirəm. Mamanın da canı sushi çəkdiyinə görə onun üçün kalmardan sushi sifariş verdim. Evə gətirdim. İndi də oturub yeyəcəyik. Artıq bir ildən çoxdur ki, mənim ən sevdiyim və hər zaman da sifariş verdiyim sushi məkanlardan biri də Kalmar sushidir. Kalmarın sushilərini çox bəyənirəm, çox sevirəm. Mənim sifariş verdiyim set krabsız set idi. Bu Miniso'dan aldığım boyunluq idi. Çox qəşəngdir, yumuşaqdır. Temudan da kargom gəldi, amma bunu bu videoda yox. Ayrıca bir kargo videosu çəkirəm. Orada çəkib sizə göstərəcəm. Qızlar, videomu buraya qədər izlədinizsə, kanalıma abunə olmağı və videomu like etməyi unutmayın. Öpürəm sizə, hələlik.